Sabunçuda isə rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən Stop Narkotikasa bildirilib ki, ondan 1 kiloqrama yaxın kristal şəkilli güclü təsir edici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marihuana aşkarlanıb. Hüseyn Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. Hüseyn paketi attı. İçində 1 kilo kokain, tabletkalar M40, ekstazi tabletkaları miqdarı var idi. Bunu setkada götürdü. Hüseyn Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Həmçinin Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.